Mən gəncliyimdə bir şeyə fikir verdim, bir institutda işləyirdim. 2 dənə süpürgəçi vardı orada. 2 xadimə var idi. Onlardan biri harda məni gördü, o təkcə məni yox, hər kəsi də belə təbəssümlə, belə bir salamlamaqla, bir iltifat göstərirdi. Nə bilim, çay mı gətirsin, bir şey mi eləsin. Kişi deyildi o. Hə. Həqiqətən insan onu görəndə ürəyində dua edirdin o adam üçün də. Bir başqası isə çox təhqir olunmuş şəkildə işləyirdi. O da o laboratoriyaları təmizləyirdi. Bizə baxırdı, hirsli idi. O fikirləşirdi, bir dəfə danışdırdım onu. Fikirləşirdi ki, bax mən oxumamışam. Mən oxusaydım, mən də sizin pozisiyada olardım. Mənə tale imkan vermədi oxumağa. Hə. Ona görə də onun əməlindən toksiklik yağırdı. O sanki lənət oxu yox işləyirdi orada. Çox əcaib bir şeydi. 2 eyni pozisiyada yaşayan insan, birisi dua qazanırdı insanlardan, o birisi isə zəhərini tökürdü hər gün işə. Fikirləşirdi ki, onu nə ilənsə, onu məhrumiyyətə buraxıbdı Allah. Əslində Allaha küskün idi. Əgər sən oxuya bilməmisənsə, sənin taleyini belə yazıblar. Sən gülümsəməlisən və şükr eləməlisən.